mutfakta. Buyurun. Elinizi sıkamayacağım. Benden ne istiyorsunuz hanımefendi? Ne yaptığınızı ve nelerle meşgul olduğunuzu biliyorum. Yürüttüğünüz junta faaliyetine son vermeniz ve işbirliği yapmanız şartıyla sizi bağışlarım. Hanımefendi, sizi Millet Meclisi'nin bir ferdiyle bu şekilde konuşmaktan men ederim. Ben de sizi komitacılıktan men edip mebusluğa davet ediyorum. Akşam İsmet Paşa ve Mevhibe Hanım'ı yemeğe davet etmeyi düşünüyorum. Siz de katılmak ister miydiniz? Askeriye geçmişiniz yok anladığım kadarıyla. Yok. Belli. Hiçbir asker bir kadının elini havada bırakmaz. Ne demek istediğinizi anlayamadım hanımefendi. Şu an anlamanıza lüzum yok. Evinize gidin ve düşünün. Hiç değilse kızınızın hatrı için düşünün. Kızım mı? Kızım olduğunu nereden biliyorsunuz? Junta kuracağınıza ailenizle alakadar olun beyefendi. Bundan sonra her hareketiniz takip altında olacak. Kızınız oğlumun mektepten arkadaşı. Bu seferlik kızınız için sizi bağışlıyorum. Ama ikincisi olmayacak. Anlıyorum hanımefendi. Mesajınız gayet net bir şekilde alınmıştır. Bundan sonra ailemle daha yakından ilgileneceğim hanımefendi. Canan Hanım sizi evinize bıraktırsın. İyi günler. Bu dövrdə Respublikada separatçılıq meyilləri tüğyan edir. Böyük bir hərbi hissəyə rəhbərlik edən Sürət Hüseynov qoşunları cəbhə xəttindən çəkərək iqtidarı meydan oxuyurdu. Bunun nəticəsi kimi Azərbaycan yeni ərazi itkilərinə məruz qalırdı. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini vicdanla həyata keçirəcəyimə, Azərbaycan Respublikasının konstitusiyasına və qanunlarına dönmədən əməl edəcəyimə, vətənimizin suverenliyini və ərazi bütövlüyünü göz bəbəyi kimi qoruyacağıma, Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlığının keşiyində duracağıma, xalqın yüksək etimadını doğrulacağıma and içirəm. 15'ində ölkənin Ali qanunvericilik orqanına sədr seçildi. Qərar qəbul olundu. Elimi Azerbaycan Respublikası'nın konstitusiyasına basarak and içirəm ki, bilimi, təcrübəmi
qüvvəmi Azərbaycan xalqının rifahına, Azərbaycan Respublikasının rifahına həsr edəcəyəm. Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyev Azərbaycanın baş naziri seçilib. Milli Məclisin növbədən kənar iclasında onun baş nazir təyin edilməsinə razılıq verilib. Kabul edildi qərar. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm. Və onları elə günə salıblar ki, geri qayıtmağa yol yoxdur. Həmişə cinayət etələnir. Özünüz bilin, fikirləşin. Əgər doğrudan da bu gündə biz susacaqsa, doğrudan da bu gündə biz Azərbaycanda hakimiyyəti bir nüvə təşkil eləyən, aman ətraflardan fırlanıb bu nüvəni təşkil eləyən 300 nəfər, 500 nəfər, 1000 nəfərin taleyinə qurban verəcəksə, bu mənə çatmır. Bu mənə çatmır ki, yəni ki, bu hakimiyyət belə çıxır ki, bizə nə var? Prezident yıxırlar, ya da baş nazir yıxırlar, ya da fransızlar. Yox, elə deyil. Elə olsaydı, doğrudan da bilsəydim ki, bütün oyun mənim üstümdədir və Azərbaycan demokratik yollara çəkməz, mən bugün istifa verəyim. Ben görürüm ki, yox, fəlakət gəlir milletin üstünə. Vətəndaş müharibəsinə çəkirlər bu milləti. Və biz də otururuq, deyirik ki, hələ görən nə olacaq, fransızlar nə olacaq. Amma buna isə Azərbaycan xalqının sizin gücünüz çatır. Rayonlara getmək lazımdır, ahalini tapmaq lazımdır ki, bu iftiralara getməyin, bu şeyləri qızışdırmayın, bu məsələyə getmək olmaz. Ona görə əgər belə olacaqsa, onda biz onda doğrudan da dövlətimizi itirəcəyik. İtirməyəcəyik, bu dövlət yenə də bir vaxt yaşayacaq. Amma biz 2-3 il qanun içinə gedəcəyik. Bu niyə getməliyik? Bizim dövlətimiz artıq stabilləşir, qutarır. Sonra nə vaxt o nəcür olacaqsa, onu özü görəsin. Partiyalar hökm et, ayır, buyur siyasəti imperiyaların siyasətidir və bu gün onun üstüyle bizim boynumuza gətirsinlər. Və biz də buna hazırlaşmamış. Biz də buna deyirik ki, hələ baxaq görək nə olar. Tələb başa düşdük. Bir tələbdir məsələn ki, burada olar, prezident təsirkardır, deyirlər ki, prezident çıxsın. Bugün deyirlər ki, prezident istifa versin. Sabah yazdılar ki, prezidentə toxunmaq olmaz, prezident ali hakimiyyətdir, biz onu çox sevirik, onun arxasında dururuq. Başqaları çıxsın. O birisi geçir, şuar dəyişilir. Bugün geçir, şuar dəyişilir. Və axırda belə deyirlər ki, bütün hakimiyyətdə olanlar istifa versinlər prezidentdən başqa. Bu nə oyundur? Bu bilirsiniz, təfriqələr, təxribatlar, şübhə salmaq, hamıdan şübhələndirmək və yuxarıda aparatı dağıtmaq. Bu vallahi nə bir Gəncəlinin, nə bir Bakılının, nə bir Şəkilinin düşüncəsi deyil. Bu çox ustalıqla işlənmiş, böyük imperiya siyasətlərini yürüdən insanların siyasətidir. İşin gedişindən bilirsən ki, bu şahmatı o oynaya bilməz, bunu başqası oynayır. İşin gedişindən bilirsən ki, bu fırıldağı o qura bilməz, bunu başqası qurubdur. Bu Dökəni iki yerə. Gəncəbasarın üstüne gələ bilməzlər, Gəncəbasar falan eləyər, Cavadxanın nəvələri qaçışdırmışsınız ölkəni bir-birinə. Vətəndaş müharibəsinin başlatılmaq istəyirdiniz. Gəncə ilə Bakını vurdurmaq istəyirdiniz. Bakı ilə Gəncələr bir-birinə artıq başlamışsınız hücum eləməyə. Bakılar deyirlər ki, biz nə göyə qaldıq ki, Gəncələr üstümüzə gəlir. Gəncələr deyir ki, nə göyə qaldıq ki, Bakılar üstümüzə gəlir. Azərbaycanı bölürdünüz. Oğulların arasında olan söhbətlər verilir ki, Bakı ilə Şəkil bir-birini qırmalıdır nə-birinə. Siz eləyirdiniz hamısı. Olmuşdu indiyə qədər, bir ildir işləyirik. Sonra mən çağırdım Vaqif Axundov. Dedim Surət Hüseynov hardadır, yerindədir yoxsa yox. Çağırdım Tariyeli, köməkçisinə zəng gelin ki, mən telefon edirəm, cavab verin. 2 gündür yatmırdıq, yanınızdaydı. Mən də yatmırdım da, Nə oldu sən getdi yuxladın?
Yox olamadım, mən bir qismat çörək yedim də. Ben nətər oldu mən televizyonun çıxış edib sənin adını çəkən kimsən mənə telefon etdin. Telefon etdin. Sen benden narazılık ettin ki siz niye böyle dediniz? Ben sana dedim. Bunu böyle dedim ona göre buna göre artık bunları danıştım sana. Ben sana dedim dur gel bura. Dedin ki daha neye gelir? Hatırı ne demek? Dedim dur gel bura. Ben sana dedim dur gel bura araştırak meseleleri. Sen dedin daha ben neye geldim? Gelmiyorum. Sonra bana dedin ki Nərman gel bura o benim sözlerimi size diyer. Ben dedim ki axı bak Nərman'ı da çağırmışam ki Nərman burada otursun koy her şey aydın. Dedim axı Nərman mənə lazım deyil. Ben sana deyirəm dur gel bura vəziyyət gərgindir biz danışmalıyıq. Sen dedin ki biz onsuz da çok vaxt Nərman'ın vasitəsilə danışmışıq qoy Nərman gəlsin mənim sözlərimi sizə desin. Sen gene de gelmedin mənim yanıma. Bunu necə başa düşər? Necə başa düşün mən? Nərman gəldi mənim yanıma. Nərmanla oturdu, söhbət elədi. Nərman dedi ki, mən televizyonun bu məsələni eşidən kimi götürdüm, telefon elədim surətə. Dedim ki, prezidentə telefon eləcəklə. Getdim, dedi, onun yanına. Nərman, bu Nərmanın üzü bu mən. Getdim surətin yanına. Surət mənə dedi ki, mən o adamları ora göndərmişdim ki, o adamlar oradan qüvvələri hazırlasınlar, gətirsinlər bura, Bakıda bu məsələnin qarşısını almaq üçün. Nə tər olur ki, surət bunları göstəriş verir ki, geçsinlər orada qüvvələri nizamlasınlar ki, əgər lazım olsa burada istifadə eləməyə. Onlar gedib orada icra hakimiyyətini götürüblər, polisi götürüblər, KGB-ni götürüblər, aeroportu tutdular Gəncəni. Orada nə lazımdır? Burada bizə lazımdır bunlar əhəl. Nərman özü neçə dəfə mənə deyib ki, neçə dəfə buna demişəm ki, bu Nüsrətdən əl çək. Bu Sadaydan əl çək. Bunlar gəlib sənin beynini zəhərləyirlər. Bunu Nərman neçə dəfə mənə deyib. Azərbaycanın prezidenti Əbülfəz Elçi bəy xalq tərəfindən ona göstərilən ehtimadı tapdalayaraq iyun ayının 17-sindən 18-nə keçən gecə xəlvəti olaraq devlət orqanlarına xəbər vermədən devlət orqanları ilə əlaqəsiz olaraq sadəcə olaraq xalq cəbhəsinin silahlı qüvvələrinin müşahidi ilə Bakıdan Naxçıvana, oradanca aeroportdan xəlvəti olaraq Kələki kəndinə gedibdir. Bu sözlər dəfələrlə deyilibdir. Ancaq siz məni məcbur edirsiniz bunu təkrar etməyə. O vaxtdan indiyə qədər orada yaşayır. Bizim dəfələrlə ondan telefon danışıqlarımız, onu Azərbaycana dəvət etməyimiz, ona verdiğimiz məsləhətlər qəbul olunmuyubdur. Əbülfəz Elçi bəy öz iş yerinə qayıtmıyır. Öz prezident vəzifəsini yerinə yetirmir. Belə bir şəraitdir. İyun ayının 24'ünde Milli Məclis Azərbaycanın prezidentinin səlahiyyətlərini Ali Sovetin sədrinə verir. İndi təsəvvür edin, Respublika müharibə şəraitindədir. Müharibə də uğursuz gedir. Daxildə sabitlik pozulub, insanların yaşayışı həddindən artıq pis vəziyyətdədir. Münasibətlər gərginləşib, belə bir vəziyyətdir. Xalq tərəfindən seçilmiş prezident öz yerini harda görür? Xalqın içindəmi? Öz iş yerindəmi? Yaxud da ki uzaq, əl çatmaz bir dağ kəndini. Belə bir şəraitdə iyun ayının 24'ündən indiyə qədər prezident yoxdur. Onun səlahiyyətləri Azərbaycanın Ali Sovetinin sədri tərəfindən həyata keçirilir. Ancaq eyni zamanda prezident elan edir ki o var, həqiqətən də xalq tərəfindən o seçildiyinə görə ona qarşı burada təkliflər olmuşdur. Konstitusiyanın 121. maddəsinin 6. 7. bəndləri tətbiq olunmadığına görə, o işindən, vəzifəsindən kənar olmadığına görə, özü istifa vermədiyinə görə prezident titulunu saxlayıb. Ne etməliydik biz? Bu məsələ müzakirə olundu. Və Tofiq Qasımov özü də burada qeyd etdi ki, bəli, referendum demokratik yoldur. Dünya praktikasında en demokratik yoldur.
Bunu sübut etmeye ihtiyaç yoktur ki, eğer halk Əbülfəz Elçi Bey səs vererek prezident seçipse, halk da ona münasibətini göstermelidir. Burada hiçbir şey yoktur. Ancak bu müddette de defalarla Əbülfəz Elçi Bey'e məsləhətlər verilibdir. Ve şahsen ben onunla defalarla danışmışam. Ben ona bir neçə dəfə demişəm, Əbülfəz Elçi Bey, siz öz vəsiyyətinizi təhlil edin. Azərbaycan belə bir ağır vəziyyətdədir. Siz bunu düşünün, anlayın. Kuliyev ona telefon eləyib deyibdir. Əfərdin Cəllov ona telefon eləyib deyibdir. Bizim aramızda olan xarici ölkələrin nümayəndələri vasitəsilə bu sözləri mən ona çatdırmışam. Bunların hiçbirisindən bir nəticə çıxmayıbdır. Referendum təyin olunub, bir ay hazırlık keçib, indi səs verilib, münasibət bildiriləndən sonra Tofiq Qasımov burada başlayır ki, bu fövqəladə vəziyyət şəraitindədir, bu kanunu ola bilməz. Bir növ Azərbaycanın bu loru dilində deysə, burada cığallıq eləyir. Yar mı bu? Nədən ötürü bunu eləyirsiniz? Bunu eləyirsiniz ki, Əbülfəz Elçi Bey gəlsin, bura gələydi də bu müddətdə. Kim ona mani olurdu? Kim prezidente mani ola bilər? Prezident halkın hüquqlarını korumalıdır. Onun hüquqlarını ancak devlet koruyur, konstitusiya koruyur. Konstitusiya da onun hüquqları veribdir.